sistem qurmaq deyəndə nəyə nəzərdə tuturuz? Çünki müasir dövrümüzdə ERP sistemləri, elektronlaşma artdığına görə insanlar sistem deyəndə nəyisə elektronlaşdırma, yəni fiziki olan bir şeyi elektrona keçirməyi sistem qurmaq kimi başa düşürlər. Səncə sistem qurmağı lor dildə izah eləsən necə olar? Sistem qurma sadəcə çox bəsit formada prosesin effektivliyini, səmərəliliyini artırmaqdır. Yəni bu günə qədər bu işi 10 dəqiqəyə görürdüm. Elə bir şey elədim, lorimiz izah verirəm, sonra texniki izaha keçəcəm. İşi 10 dəqiqəyə görürdün. İndi elə bir proses formalaşdırdın ki, artıq 5 dəqiqə görürsən. Robert görsə ki, bunu daha qəşəng deyir. Deyir ki, yəni biri var sən işləyib pul qazanırsan, biri var ki, pul sənin üçün işləyir. Bəli. Yəni sistemin məncə daha gözəl izahı budur. Razıyam. Məsələ nədən ibarətdir? Sistem sadəcə səmərəliliyi artırmaq üçün lazım olan bir alətdir. Və sistemləşmə hardan başlayır? Şirkətdə var proseslər, şirkətdə var prosedurlar, şirkətdə var ERP, yəni avtomatlaşma alətlərindən söhbət gedir. Şirkətlərin təhlilində görürük ki, bu üçünün arasında əlaqə yoxdur. Proses başqa cür gedir. Proses fərqli yazılıb. Yəni prosedurlarda tamam başqa, icra başqadır, sənədləşmə başqadır. ERP-də o səhv olan prosesin və yaxud da yarım yazılmış prosedurun 50%-ni avtomatlaşdırıb 50%-i kağız üzərində qalır. Və yaxud prosesdən prosedura baxıblar, düzəldəməyiblər. Xəyal dünyalarındakı bir şeyi avtomatlaşdırıblar. Və çıxılmaz hala gətiriblər. Yəni o puzzle tamamilə dağıtmaqdır da. Yəni sən işin içindən çıxa bilmirsən. Ona görə avtomatlaşma deyəndə, sistem qurmaq deyəndə, sistem qurmaq təkcə bir şeyi rəqəmsallığa daşımaq deyil. Sistem qurmaq deyəndə bir işləyişin doğru, səmərəli işləyiş mexanizmini qurmaqdan söhbət gedir.